Baxın, nadir faiz. Mənim ovucumu görürsünüz. Mənim bütün ovucumu doldurmuş bir daş. Çox nadir bir müşahidə haqqında məlumat vermək istəyirəm. Xəstəmizin 18 yaşı var. Bizə müraciət elədi tez-tez CD-yə getməklə. 10 ildən çoxdur ki, tez-tez CD-yə gelirdi və aralığında ağrılar olurdu. Biz ultrasəs müayinəsi elədik. Gördük üstü hissəsində çox gigant ölçülərdə təxminən 8 santimetrlik bir daş var. Çox nadir bir müşahidədir. Azərbaycan tibb tarixində, urologiya tarixində bir dəfə belə hadisə olub. Deməli, Əmir Qasımovun vaxtında Doçent Şahbazovla bir yerdə əməliyyat eləmişdi rəhmətliklər. O vaxt bir çobandan təxminən 500-600 qramlıq bir daş çıxartmışdılar. Düzdür, o daşı çıxardanda o qədər o vaxt təbabət narkoz yaxşı inkişaf eləməmişdi. Daşı deməli simfizi kəsib çıxartmışdılar. Sonra xəstə həlak olmuşdu, amma daş qalmışdı. Daşı Mənim bütün ovucumu doldurmuş bir daş. Çox nadir bir müşahidədir. İndi bunun çəkisini də çəkəcəyik. Daşı olan. O böyük bir daşdır. Bax, bunun sonra izahını verirəm. Əməliyyat xəstəni sistotomi əməliyyatı elədik. Deməli, istik hissəsindən deməli 275 qramlıq bir daş çıxartdıq. 275 qram. Bu çox nadir bir hadisədir. Deməli, nadirliyi ondan ibarətdir ki, 10 ildən çox xəstə bu daşla gəzir. Deməli, istik tutulması olmur. Tez-tez CD-yə gedir, ancaq aralığında ağrı olur, hətta hematuriya olmur. Bu, deməli, yəni müasir dövrdə də qeyd etmək lazımdır ki, belə hallara rast gəlinə bilər. Və burada anamnezində də bircə dənə xəstəlik olub. O da 10 il bundan qabaq apendektomi olunub, ağır keçib və amma onunla bunun əlaqəsi də demək olar ki, olmayıb. Yəni orada kateter qoyulub, amma kateterin qoyulmasına, çıxarılmasına bir fəsad müşahidə olunmayıb. Sağ olun.